Son günlər diqqət edirəm, ziyalılığını qoruyub saxlaya bilmiş, ziyalı vicdanını özündə saxlaya bilmiş şəxslər şərlənərək həbs edilmiş müxalifət lideri Əli Kərimli ilə bağlı dəstək çağırışlarını, azadlıq istəklərini yazıb yayırlar. Əlbəttə, belələrinin sayı azdır. İndikinin 10 qatı olsa belə az olardı. Amma hər halda dünya xali deyil ləyaqətli və vicdanlı insanlardan. Bunun əksini təsəvvür etsək, yəni ölkədəki siyasi məhbusların taleyi ilə bağlı dodaq və barmaq tərpətməyən ziyalı kəsim insanlarını vicdandan xali sayırammı sualınız varsa, bəli deyirəm və mən elələrini vicdansız adamlar sayıram, həm də bir neçə baxımdan. Birincisi ona görə ki, ölkə insanının, parlaq gənclərin, ziyalı insanların şərlənərək həbs edilməsinə susmaq, şərin təntənəsinə rəvac verməkdir. İkincisi ona görə ki, bu adamların bir çoxu susmaqla əslində şərin cəbhəsində yer alanlar üçün tramplin rolunu da oynayırlar. Yəni vicdanını donduranlar, vicdansızların meydanını genişləndirməklə məşğuldular. Bir müddət sonra vicdanlarının donu açılanda elə həmin vicdansızların düşərgəsində yer alacaqlarına kəsinliklə şübhəniz olmasın. Üçüncüsü, dördüncüsü və sair kimi də argumentlər, səbəblər var, amma onları boş verirəm. Bir neçə gün əvvəl tanınmış ssenarist və kino dramaturq Eldəniz Quliyev Əli Kərimli ilə bağlı çağırış etmişdi və yazmışdı ki, əslində bugün həbsdə olan Əli Kərimli deyil, azadlıqdır. Bugün barmaqlıqlar arxasında işgəncələrə məruz qalan Əli Kərimli yox, minlərlə, yüz minlərlə vətəndaşımızın xoşbəxt və demokratik gələcəyə bəslədiyi kövrək ümiddir, arzu, istəkləridir və nəticə etibarıyla yenə də şərə, böhtana tuş gələn azadlıq duyğusu, azadlıq ideallarıdır. Heç bir cinayəti, suçu olmayan insanı həbs etmək ədalətsizlikdir, səhvdir, xətadır, amma üstəlik ona işgəncə vermək, bu böyük, çox böyük günahdır. Allahınız olsun cənablar, aqibətinizi düşünün. Bu sadəcə emosional bir çağırış kimi diqqətimi çəkmədi, həm də vətəndaş vicdanına çağırış idi, çağırışdır. Bu çağırışlar nə qədər geniş və ya məhdud əks-səda verirsə, bu artıq Əli Kərimli məsələsi deyil. Əli Kərimlinin də məsələsi deyil. Eldəniz Quliyev demişkən, azadlıq məsələsidir və azadlığın hüdudları qədərdir. Öz ölkəsində, doğma dediyi vətəndə azadlığın rustaq edilməsinə sükuta qərq olmuş insanların arasından isə ziyalı çıxara bilməzsiniz. Bu faktın qarşısında susanların heç biri ziyalı deyil, aydın deyil, qaranlığın elementləridir. Bugün isə diqqətimi başqa bir yazı da cəlb etdi. Bu, ədəbi tərcüməsi kimi tanınan Azərbaycan ziyalısı Araz Gündüzün essesi idi. 45 il qabaq Məmməd Arazın Sən kimə gərəksən, mən kimə gərək adlı şeirindən təsirlənib bir yazı qaralamışdım. Bir bəndi belə idi ki, çox da işıq gələn tərəfdə div var, çox da dağ maniyə, qaya divar var. Dünyaya gəlməyə günəş yol tapar, günəşlə yanaşı durmasa məslək, sən kimə gərəksən, mən kimə gərək. Bir dəfə Əli bəy Kərimlinin müsahibələrindən birində belə bir epizod diqqətimi çəkmişdi. Gecələr yatmağa hazırlaşan kiçik oğlum Timura Azərbaycan xalq nağıllarından birini danışıram. Ancaq bu nağılların bəzi yerlərini dəyişirəm. Misal üçün, istəmirəm ki, mənim oğlum Məlik Məmmədin qardaşlarının onun ipini kəsib quyuya atdıqlarını eşitsin. Qoy o, qardaşın qardaşa namərdlik edə biləcəyini ağlına belə gətirməsin. Bunun kimi başqa nağılları da yeri gəldikcə dəyişir, mənəvi əxlaqi dəyərlərin üstünlüyü prinsip üzərində qururam. İndiki uşaqları bilmirəm, bizim uşaq oyunlarımızın arasında dünyanı baş-ayaq etmək oyunu da vardı. Çox sadə oyundur. Başını aşağı əyirsən, ayaqlarının arasından geriyə baxırsan və dünya baş-ayaq olur. Azərbaycanın bugünkü rejimi bizim hamımızı bu oyunun iştirakçısı olmağa məcbur etmək istəyir. Gəlin bir anlığına başımızı dik tutub bir-birimizin gözünün içinə baxaq. Əlimizi vicdanımıza qoyub bu suala cavab axtaraq.
Əli Kərimli iktidarın dediyi kimi Rus casusudurmu? Onun Ramiz Mehdiyev kimi ləyaqətini, heysiyyətini karyeraya satan bir əbləhlə işbirliyi ola bilərmi? Ramiz Mehdiyevin yazdığı dırnaq arası məktubdakı 50 nəfərdən biri Əli Kərimlidirsə, qalanları kimdir? Əslində, ruhani Talih Bağırzadə sındırılsaydı, Əli Kərimlinin üzünə durmağa məcbur edilsəydi, indi biz çoxdan İran casusu Əli Kərimli nağıllarını dinləməkdəydik. Əli bəyin silahdaşlarını sındırıb onun üzünə durmağa məcbur etsəydilər, indi çoxdan idi milyon manatları mənimsəyən fırıldaqçı Əli Kərimli əfsanələri ortalıqda dolaşırdı. Sovet dönəmində belə bir lətifə vardı. Komandir hücum əmri verir. Bu vaxt bir döyüşçünün səngərdən çıxıb geriyə qaçdığını görəndə onu saxlayıb səbəbini soruşur. Əskərin cavabı belə olur. Mən gedirəm, uzaqdan sürət yığıb hücuma keçim. Bugün Azərbaycanda özünə siyasətçi, siyasi partiya deyənlərin çoxuna yaraşan bir örnək deyilmi? Əliağa Vahidin qəzəllərindən birində belə bir beyt var. Şairlər içə sanma hünərsizdir Vahidi, Vahid nə də olsa yenə bir iddiası var. Vəzni pozsa da düşünürəm sonuncu misra belə olsa daha gözəl səslənərdi. Vahid nə də olsa yenə bir ideyası var. Əli Kərimli kimi əqidəsi, prinsipləri, idealları üçün hünərlə göz qırpmadan, qorxub çəkinmədən döyüşən bir insanı zülmün pəncəsindən qurtarmağa gücü çatmayan bir cəmiyyətin üzvü olmaq çox üzücüdür. Əli Kərimli üçün yazıla biləcək yeganə ittiham aktı xalqını, vətənini ürəkdən sevdiyi, əqidəsinə sadiq olduğu, davranışlarını yüz ölçüb bir biçdiyi və bütün fəaliyyətini xeyrə, xidmətə sərf etdiyi, xalqının tapdanan haqları uğrunda yorulmadan mübarizə apardığı və xalqı öz hüquqlarına sahiblənmək istiqamətində təşkilatlandırdığı üçün ittiham edilir, sevdiklərinin gözü önündə məhv edilməyə məhkum olunur. Görün, bu yazılanlar sizə tanış gəlirmi? Çox ola bilər, neçə illərdir xalqımızın qulağını gözəl nağıllarla doldurub, ona bu cəhalətin ən böyük xoşbəxtlik olduğunu aşılayan tarix kitablarının yerinə Avropadan gerçək tarixi anladan kitablar gəlsin. Bu kitablar xalqımıza yaxşını pisdən ayırt eləməyi, doğruçulluğu, yurt sevgisini öyrədə bilər. Bu isə bizim ölkənin hüquq sisteminə büsbütün ziddir. Bizim əmirlərimizi poza bilməmələri üçün biz onların hamısına düşünməyi də yasaq eləyirik. Qoy bütün möminlər bu buyruğumuzu eşitsinlər. Birdən kiminsə üç sözü bir-birinə qoşub aydın bir cümlə qura bildiyini görsələr, dayanmadan onları çuğullayıb kim olduqlarını bizə çatdırsınlar. Yurttaşlarımıza bundan sonra da bizim Osmanlı səltənətinin adətinə uyğun olaraq bütün danışdıqlarında heç bir mənası olmayan sözlərdən istifadə etməyi əmr edirik. Bizim imperiyanın paytaxtına qaçaqmalçılıq yolu ilə hansısa yad düşüncənin gətirilə bilməməsi üçün ölkəmizin gün batağındakı bataqlıqların birində doğulmuş olan sarayın baş həkimini bu işlərin üstündə keşişçi qoyuruq. İndiyə kimi sultanın ailəsindən 4 adam bu baş həkimin əlində öldüyündən bizim ölkəmizdə biliklərin yayılmaması üçün onun hamıdan artıq can yandıracağını düşünürük. Biz bu əmrimizlə ona bərk-bərk tapşırırıq. Qoy o şəhərimizin qapısından içəri keçmək istəyən istər yazılı, istərsə də ağızla deyilə bilən bütün düşüncələri tutub, əl ayaqlarını sarıyaraq bizim yanımıza gətirsin ki, biz də gərəkli saydığımız ən ağır cəzanı onlara verə bilək. Hicri 1143-cü ildə Məhərrəm ayının 7-sində bizim 4 bir yana cəhalət yayan sarayımızda buyurulmuşdur. Voltaire kitab oxumağın çox böyük ziyanları barədə 1730-cu il. Dahi Rus yazıcısı Lev Tolstoy 1902-ci ildə Rus çarı 2. Nikolayı idiotizmdən çəkindirmək niyyəti ilə ona göndərdiyi məktubunda yazırdı. Siz axı bunu bilməyə bilməzsiniz. İnsanlığın bizə bəlli olan bütün tarixi boyunca onun yaşadığı həyat, ha belə bu həyatla bağlı olan iqtisadi, ictimai, dini və siyasi formalar ara vermədən dəyişilmiş,
qaba, amansız və mənasız formalardan daha yumşaq, insani və mənalı formalara keçmişdir. Bütün diktatorların idiotizm xəstəliyindən əziyyət çəkdiyinə şübhəm yoxdur və bu gün tarixin gelişinin Azərbaycanda yanılacağına, özlərinə uzun müddətli hakimiyyət şansı verəcəyinə inananların ağlı olmadığı kimi gələcəyi də yoxdur. Tarix tərəqqi etməyən xalqları tərəqqiyə qoşulan xalqların gübrəsinə çevirir və bizi gözləməkdə olan belə bir taleyi yaşamamaq üçün gücümüzü toparlamağın əsl vaxtıdır.